təmirinə 50 min manat xərc çəkilib, digəri isə təmirsizdir. Ancaq plana düşən zaman həmin evlərin kvadratına eyni məbləğdə kompensasiya hesablanır. Ekspertlər deyirlər ki, bu məsələ çox vaxt MTK-larla sakinlər arasında problemə çevrilir. Təmirə görə, nəyə görə hesablanmır ki? Çünki əsasən çox adamların orada söküntü gedən yerlərdə evlərin çoxu təmirsiz olur. Çünki onlar bilirlər ki, həmin ərazilər söküntüyə gedəcək. Ona görə həmin evlərdə uzun müddət olur ki, təmir olunmur. Qanunla evlərin qiymətləndirilməlidir, qiymətləndirmə şirkətləri tərəfindən və həmin evin mənzilin qiymətinə uyğun, təmirinə uyğun, kvadratına uyğun kompensasiya ayrılmalıdır. Demək, ən çox ərazi bugün Bakı şəhərinin Yasamal rayonu tərəf, əsasən Sovetski deyilən tərəf, orada evlərin söküntüsünə əlaqədar, məsəl üçün bugün orada demək olar köhnə həyət evləridir, bunlar hamısı sökülür. Plana düşən bir köhnə həyət evlərdir. İndi gələcəkdə nəzərdə tutulur, Xruşovka tipli binalardır, Stalinka tipli binalardır. Bunlara da ipoteka nəzərdə tutulmur. Çünki onlar hamısı söküntü üçün hazırlanır. Demək olar ki, bu yaxınlarda onu həyata keçirəcəklər.